bir də ona görə gözəldir ki, bizim məktəbimizdə vaxtilə çalışan bütün məzunları, müəllimləri, o cümlədən müdürəsi, hörmətli Nina xanım Muxtarovaya mən sizi təqdim edirəm. Здание бывает крепким от его заложенного фундамента. Так вот, я хочу сказать, что когда в 80-м году я пришла директором этой школы, фундамент, заложенный Паша Муаллимом, Аллаху на рахмат eylesin, был крепкий. Коллектив был сплоченный. И самое главное, коллектив был работающим коллективом. Потому что учитель – это не тот даже, кто много знает, а он всегда знает больше учеников. Учитель – это тот, кто умеет передать свои знания, который получает плоды своих знаний. Так вот, я хочу сказать об этом коллективе. Было много сделано добрых дел. Мы полностью перешли на... И все это благодаря труду наших учителей. Сейчас много выпускников, как сказал Карибер Темелин. Təməli qoyulan gündən məktəbimizin pedaqoji kollektivinə Paşa müəllim rəhbərlik etmişdi. Allah ona rəhmət eləsin. Paşa müəllimlə yanaşı, Paşa müəllimin həyat yoldaşı, bizim Ağbirçək anamız, müəllimimiz, Afərin müəllimə bizlə bir yerdə çiyin-çiyinə çalışmışdır. İndi isə onların evladı Asif müəllim bizim bu təntəraqlı məclisimizdə iştirak edir. Mən böyük məmnuniyyətlə sözü Asif müəllimə verirəm. Buyurun Asif müəllim. Salamlayıram və eyni zamanda belə bir şən gün münasibəti ilə, təntənəli gün münasibəti ilə hamınızı təbrik edirəm. Bugün hər yayı biz onu 2 gün bağda saxlaya bilmirdik ki, 2 gün səni sonrasa bağda qal dincəl. Yay günü görsən tez gəlirdi ki, gedin məktəb təmir olunmalıdır, qabaqda qış gəlir, bunun ataprenisi var, bunun nə bilim içəridə təmir işləri var. O bu məktəblə bir növ nəfs salırdı. Mənim atam üçün əziz olan hər bir şey mənim üçün 2 qat əzizdir. Mən kollektivə can sağlığı arz edirəm. Qarverdi müəllim ki, bunu təşkil edib, belə bir məclisi keçirir burada. Allah onun canı sağ eləsin. Gün o gün olsun ki, məktəbin 40 illiyi, 50 illiyi keçirilsin və hansı veteran müəllimlər ki var, o məktəbin ilk günündən burada iştirak edirlər, mənim müəllimlər də, digər müəllimlər də. Allah eləsin ki, onlar məktəbin 40 illiyində də, 50 illiyində də iştirak eləsinlər. Mən hamınıza can sağlığı arz edirəm. Bir daha təbrik edirəm. Sağ olun. Biz çox sevinirik ki, müəllimlərimizin saçı ağarır. Ona görə ki, qarmaq, qocalmaq bu özü bir rütbədir. Bu hər adama qismət olmur. Və bir günləri biz ağ saçlı müəllimlərimizi görəndə bir də ona görə sevinirik ki, biz onların saçlarını ağartmışıq və biz də onların üzünü hər yerdə ağ saçları kimi ağardırıq. Biz onlara can sağlığı arzulayırıq. Əlbəttə ki, çox sağ olun. Burada sayısız hesabsız bizim veteran müəllimlərimiz iştirak edir. Mən hamısının adlarını burada sadalaya bilərəm. Məktəbin təməl daşı qoyulandan Səmaya müəllimə bu məktəbdə veteran kimi iştirak edir. Xanım müəllimə iştirak edir, Cahangir müəllim iştirak edir, Vidadi müəllim, Əminə müəllimə, Mehim müəllimə, Zakirov müəllim, biz onu çox sevirik hamımız və Şakirov var, üzr Züvayniyanıza baxdım, çaşdım. Mən istərdim ki, bütün müəllimləri salamlayayım, amma bir gün bizim qonaq veteranlarımız var. Mən Yusuf müəllimə bu kollektivləri heç vaxt ayırmamışam. Çünki bizim ürəyimizdir, qəlbimizdir. Və əlbəttə ki, durum buradaydı deyim ki, kim söz deyəcək?
mənə belə gəlir ki, hər kəsin ürəyində öz arzusu, öz diləyi var və mən böyük məmnuniyyətlə veteran müəllimlərimizi dəvət edirəm bura. Kimin ürək sözü varsa, buyurun deyə bilər. Bu gün deməyib, bəs nə vaxt deyəcəksiniz? Böyük məmnuniyyətlə sizi gözləyirik. Və kim gəlir, birinci gəlsin, ürək sözlərini desin. Yəni, biz artıq istərik ki, demokratik... Soyuqdan ona görə məcbur oldum, soyuna bilmədim. Mənim həyatımın ən gözəl anları, günləri, gəncliyimin 8 ili məktəbdə keçib. Bugün ona mən bir də əmin oldum, sizi hamınızı görərkən. 22 ildə buradan gedmişəm, bu lakin ayrılmamışım sizdən. Başqa sahədəyəm, amma həmişə sizi yad edirəm. Həmişə də özümü harada olsam, müəllim kimi hiss edirəm, müəllim kimi də özüm tanıyıram. Mən bugün sizi görərkən gördüm ki, bu tək sizin yox, mənim də bayramımdır. Mən ona görə həyəcanlı danışıram, mənim də bayramımdır. Ona görə də bugün də hamınıza can sağlığı arzu edirəm, xoşbaxtlığı arzu edirəm. Arzum budur ki, Vasif müəllim bayaq dedi, mən onu tanımadım, sonra özü çıxanda gördüm, Paşa müəllim oğludur. O, mən də yazınərə, kabinetdə görəndə, görüşəndə tanımadı. Mənim də arzum odur ki, mənə də Allah həyat qismət eləsin hamınıza, bu 40 illikdə də gərək sizi təbrik edir. Can sağlığı sizə, xoşbaxtlığı. Müəllim, çox sağ olun, təşəkkür edirik və bizim xanımlarımız da bugün öz ürək sözlərini demədilər, ona görə mən... Arzumlar, hörmətli qonaqlar, hamınıza xoş gəldik deyirəm. Bugünkü günü doğrudan da o qədər təntənəli gündür ki, adam həyəcansız danışa bilir. Fikirləşirdim ki, nə haqda danışım? Yadıma salım, 30 il bundan qabaqdan gələn, oxuyan şagirdlərimizin həyatından müxtəlif hadisələr söyləyir. Amma maşallah bugün burada o qədər məzunumuz var ki, hər biri haqqında danışmaq uzun müddət vaxt sərf eləyər. Ona görə hamınıza arzu edirəm can sağlığı, böyük müvəffəqiyyət. Salam, hörmətli məzunlar, hörmətli qonaqlar. Mənim üçün doğrudan da çətindir bugün danışmaq ona görə ki, mən bir an ilk günlər bu məktəbə gələn vaxtlar yadıma düşür. Eyni zamanda rəhmətlik Paşa müəllimdə. Düzdür, xoş günlərimiz də çox olub, acı günlərimiz də çox olub, danlanan vaxtımız da çox olub, ağlayan vaxtım da olub çox. Ağlamışam, kabinetdən çıxmışam, ancaq yenə həmişə fikirləşirəm ki, mənim belə əzazil bəlkə olmağıma fikirləşirəm, Paşa müəllimin əməyi böyük olub. Çünki Paşa müəllim bizə həmişə belə öyrədib. Belə öyrədib ki, qayda qanun olsun, bir kənarda uşaq gəzməsin, dərs həmişə normal keçsin, geyimlərinə də fikir verək, özlərinə, parmaqlarına da. Ona görə də mənə elə gəlir ki, bu Paşa müəllimin mənə nətərdim, miras bir növ qoyub getdiyi və daima həmişə deyirdi ki, nədir, mən nə deyirəm, olmalıdır, onun sözü yadıma düşür rəhmətliyin bir daha. Və bir də istərdim ki, bizim məktəbdə xadimə işləyən rəhmətlik Yəmən xalanın bir lətifə, olmuş lətifəsi ilə sizi güldürüm. Çünki bayaq Allah verdi müəllimin dediyi kimi, Səmayə müəlliməni həmişə gülər və əzazil tanıyır. Heç olmasa bir dənə də mən onun o dediyi lətifə ilə sizi güldürüm. Düzdür, məktəbimizdə bizim çox təsərrüfat üzrə müdürümüz çox olub. Rasimi mi deyim, Vaqifi mi deyim, Petiya deyim, adları ilə deyəcəm, familiyalar bəlkə o qədər yadımda qalmaz. Jenyanı deyim, Zoyanı deyim, Teymuru deyim, sonra Müşabəni deyim, Tanrıverdini deyim, bilmirəm, mən yadıma heç biri düşmür, ancaq Yura var idi, milliyyətcə Rus idi, Azərbaycanca biraz, demək olar ki, danışa bilmirdi. Rəhmətli Yəmən xala da Rusca çox bilmirdi. Bir gün nəsə yay vaxtı, bayaq Asif müəllimin dediyi kimi ki, təmir işləri olur, nədir, daima
Paşa müəllim narahat olurdu, bağda da qalmırdı. Elə bir gün idi ki, burada təmir işləri gedir, xadimələr işləyirlər, pəncərələri yuyan kim, rəngləyən, ətərdim, təmizləyən kim. Yura Yəmən xalanı çağırır, İdisuda. Yəmən xala fikirləşir ki, məni çağırır görəsən, bir daha deyir, İdisuda hökümdən. Yəmən xala deyir ki, addımladım, gəldim, dayanmışım qarşısında. Как тебе называется? Baxıram deyir. Bir də deyir, как тебе называется? Belə deyir, məzlum, мне называется два. Bir də deyir, как тебе называется? Мне называется два, Yəmən tümən. Yəni Yəmən də deyirlər, tümən. Хорошо. А кто меня спрашивал? Yəni məni kim soruşub? Deyir, yenə də deyir, məzlum baxdım deyir. Ona nə deyim mən? İndi qalmışam ki, adını deyim, nətər başa salımını dedim. Belə əlimlə deyirəm ki, sakit ol da mənə qulaq az. Bir nəfər, когда мужчина здесь чистый, здесь немножко оставит, что называется? Deyir ki, это усы. Deyir, adil usadır тебе спрашивает. Hamınıza can sağlığı, Yəmən xələ Allah rəhmət eləsin. O gün olsun ki, məktəbin 60 illiğine, 100 illiğine yığışasız. Mən də onda qoca qarı, yenə də baxışlayayım məni hamınızdan, mən bəlkə də indi yaşdan böyük də olmasam, xəbər gələr ki, uşaqlardan ki, mən səni dəvət edirlər, mən də deyərəm ki, mən xəstəyəm, gedə bilmirəm, gedin mənim əvəzimə, orada siz çıxış edin. Çox sağ olun, var. Çox sağ olun. Şəva müəllimə təşəkkür edirik. Bunun öz yeri var. Bugün balaca dostlarımızın da sizə deməyə sözü var. İndi sözü verdik ikincilərə. Gelmişik, 30 ilin mübarek görüşüne gelmişik. 115 nömrə məktəb, 30 yaşım mübarek. Sen kapını açandan neçə nurlu ömürlər sənə fəda olubdur. Əziz müəllimlərdən bizə xatirə qalıb 115 saylı məktəb, 30 yaşın mübarək. Sənə ömrümüzdə uşaqlıq illərinsən, qayğısız günlərimiz, bahar günlərimizsən, sirli bir dünyamızsan, sehirli bir nağılsan, ömür yaddaşımızsan. Neçə börələr səndə çiçək açıbdır, kümeyçi səngərlərdə haqqına yol açıbdır, arzusuna çatıbdır, 115 saylı məktəb, 30 yaşın mübarək. Əziz müəllimlərin, saçlar gümüşlərin, ömrləri nurlanıb, cavan ömürlərindən 30 il yola salıb, o dəcəl uşaqlarından, qəlbindən üsküz alıb. Qəlbiniz nurla dolu, üzümüzdə təbəssüm, 100 illər keçsin belə, o tanış otaqları boşalsın olsun yerə, 115 saylı məktəb, 30 yaşın mübarək. Ay çox yaxşı çalır uşaqlar, xoşdur əl çalmağı. Qaçdır. Afərin uşaqlar. Sevdə müəllimə, bir dəqiqə zəhmət olmasa deyəlim mənim yanında. Mən bu uşaqlara qulaq asanda istər-istəməz keçmiş günlərimiz yadıma düşdü. Sizin də yadınıza gələrsə, onlar yaşlı olanda biz də bax bu səhnədə beləcə çıxış edirdik. Özdə qonaqlarımıza mən yeganə məzunam ki, burada mənim 3 dənə adım olub. Yəni, heç kəs mənə nə Allah verdi deyib, nə yolçu deyib. Uşaqlar mənə yolçu deyirdilər, bu başdan deyirəm, sevgili uşaqlar. Çox sağ olun. Rus sektoru mənə Allah deyirdi, Allah verdi demirdi, Allah verdi. Paşa müəllim, Allah ona rəhmət eləsin, o da məni hər görəndə deyirdi, yolçuyam, bura gəl, yolçuyam deyirdi. Yan dartırmış özünə. Amma bu günləri bizim burada məzunlarımız çoxdur. Həm bizim sinifin uşaqları var, həm bizdən qabaq bitirən bu məktəb uşaqlığı var. Bizdən sonra bitirənlər var. Hərəsində təbii ki, öz arzusu, öz diləyi var. Yəni məzunlar bu məktəbi bitiriblər, indi hərəsi müxtəlif sahələrdə çalışırlar. Amma onların ürək sözləri varmı görəsən, gəlin özlərindən soruşaq. Hoş gəldiniz. Sizə buyursunlar məzunlar, söz verdik. Nailə xanım, buyur. Yox, danış.
Vidadi, Əliyev Vidadi buradadır. Buyursun, zəhmət olmasa ürək sözləriniz. Bütün məktəbin kollektivinə, öz adımdan bir də yoldaşlarımın adından. Çox sağ olun ki, belə bir təşəbbüslər sürmüşsünüz, bizim hamımızı dəvət eləmişsiniz. Sonra Təcazatda intervyu götürürlər, soruşurlar ki, məktəb sizə nə verir? Deyirlər, məktəb bizə ana söz yazmaq, qələm tutmaq verir. Amma ondan başqa məktəb bizə çox şeydir, dost verib, canımızdan da artıq istədiyimiz, bizə deyərlər, ömür gün həyat yoldaşı verir. Düzdür, hamımıza qismət olmayıb həyat yoldaşlar, amma ki, qismən verirsin. Ona görə mən yəni hamımızı təbrik edirəm sizin, bu hamımızın bayramı. O gün olsun bizlər burada. Məktəbin adı günləri bizim yanımızdan çıxmıyor, çünki məktəb bizlə yaşıddır. Bizim 30 yaşımız var, məktəbin də 30 yaşı var. Nə olsa 50 yaşımız olsa, o vaxtda məktəbin də 50 olacaq. Könlümüz biraz da xoş olsun deyə biz balaca Aygün'ü dəvət edək. Özdə Aygün nəinki bu səhnədə, nəinki bizim Bakımızın səhnələrində, Türkiyədə Cücələrim ansamblinin heyətində bizim Azərbaycan rəqslərimizin təbliğatçısı olub və orada bütün dünya uşaqlarına müraciət edibdir. Və bu günləri biz Aygün xanımın ifasında Azərbaycanımızın ən gözəl rəqslərindən biri olan Nəlbəki rəqsinə tamaşa edəcək. Yadınıza çay düşdü. Buyurun. Öyleyse giydiğin giyim için böyle sade? Yok mu senin incilerin, altın bileziklerin? Var efendim var. Lakin her gün müellim hep söyler. Onların yok kıymeti. Bir kızın ancak bilgidir, temizliktir ziyneti. Çok doğrusu. Bu dünyada en çok sevdiğin kimdir? Kuzum söyler misin? En çok sevdiğim ilki o Allah ki yeri göğü halk eyler. Sonra kimler? Sonra onun gönderdiği elçiler. Başka sevdiklerin nece yok mu? Var. Kimdir onlar? Anam, babam, müellimem, bir de bütün insanlar. Çok sağ olun, çok sağ olun. Və Sevda, mənə elə gəlir ki, uşaqlar həmişə daimə yaradıcılıqla məşğul olar. Sən gəl yadıma sal, biz də o vaxtda oxuyanda müəllim əvvəlcə dərsi deyirdi, sonra sinifdən çıxırdı. Çıxandan sonra uşaqların bəziləri o cümlədən mən 20 il mən bu sirri saxlamışam, indi açıb deyəcəm, daha keçirim. Onları təqlid edirdim, bağışlıyorsunuzdur istəyirəm. Yəni hərəkətlərimizi uşaqlara göstərirdim. Və bu günləri bizim məktəbimizin gözəl balaları belə bir sual-cavab adlanan tapmacalar hazırlayıblar. Bu tapmacaların cavabını ancaq məzunlar tapmalıdır. Məzunlar diqqətli olun. Bizim uşaqlarımız sizə o tapmacanı deyəcəklər. Cavabını siz tapın görək, o hansı müəllimdir. Özləri göstərəcəklər. Uşaqları dəvət edin. Nə eləmək lazımdır? Nə eləmək? Əl çalmaq. Əl çalmaq. Buyursunlar uşaqlar. Hansı müəllimi tapdı uşaqlar bilsin, yəni məsələn siz də tələsməyin. Bir-bir deyil, yaxşı. O müəllim də ayağa qalxar, qoy cəmaata tanısın. Buyur qızım, yaxın gəl. Bir balcı önə çəkib, mənim üstümə gəl, o yana. Hə, buyur. Dəsmalını çıxararaq cibindən, nəysə silərdi dodaq dibindən. Gəzəndə titrərdi döşəmə, tavan, yamanca qorxurduq biz ondan, yaman. Tapın görək bu kimdir, uşaqlar. Qarşıları çatımlı, pərgar, təbaşir,
görkəminə yaman yanaşır. Üçülər yazırdı, uf demiyirdi. Haram tikəsini o yemiyirdi. Tapın görək, bəs bu kimdir uşaqlar? Qanadları dəmir, qəlbi isə kövrək, ağ saçlı anaya ehtiram gərək. Haqqın dərgahında tapmışdır şəfa, qoy bundan sonrasın çəkməsin cəfa. Tapın görək, bu kimdir ki uşaqlar? Namı iştirak eləmir burada. Xəstədir, üzürlü səbəbə görə iştirak eləmir. Bizdə Səfiyə müəllimə iştirak edə bilməyib. Amma o özü burada olmasa da o həmişə bizimlədir. Yəqin ki, indi onun ürəyi də bizimlə buradadır. Xahiş edirəm Səfiyə müəllimi möhkəmcə alqışlayaq. Çox sağ olun. Özü də Səfiyə müəllimənin oğlu Vurğun buradadır, o da bizdən bir yerdə oxuyub, ona da can sağlığı arzulayaq. Bir də onu hamınızın nəzərinə yetirmək istərdim ki, Səfiyə müəllimə əmək veteranı olduğu kimi həm də müharibə veteranıdır və bizim çox az saylı qadın pilotlarımızdan biridir. Ona can sağlığı arzulayırıq. Sağ olun. Hər dəfə mən onu gördüyüm zaman keçir yaddaşımın retro zalından. Allah yəni müəllimi əvəz edərdi, yeriyəndə sanki pərbaz edərdi. Poliglotdur, çox dil bilir biriniz. Onsuz yatmaz heç bir gülümüz. Tapın görək, bəs indi ki, uşaqlar. Nəş müəllimə. Maliyyə qul Məcnundur, Alfamızın eyli. Maliyyə qul Atama salmışdı meyli. Bu sevgi, məhəbbət dastana döndü. Göydən tamaşaya ulduzlar indi. Onların əlindən içilsin şərbət. Mən elə dedim ki, dadı zəlbət. Elə isə onlar kimdir? Uşaqlar. Məzmun buradadır, meyli burada. Küsüblər. Çünki cavanlıqda çox qəşəng olacaq, getmədim, baxın. İndi də qəşəngdir. Burada bir xanımlar atadan söhbət, yaraşıqda yoxdur ona təlibət. Qaməti, yerişi, özü gözəldir. Qarabağ ləhcəli, sözü gözəldir. Dən salsa da saçlarına ömür gün, əvvəlki eşq ilə işləyir bugün. Tapın görək bu kimdir ki, uşaqlar? Hanım müəllimə, Hafız xanım, Özgür xanım. Çox gözəl, çox sağ olun. Hanım müəllim, toy olsaydı muzikantlara deyədim bir Qarabağ şikayət üçün. Hayır, deyək, imkanımız yox. Sağ olun. İkinci istəyək, buyurun. Məktəbdə müqəddəs bir qapı da var. Oraya həvəslə gələr uşaqlar, dünyaya pəncərə açılar burada. Aləmə nur, işıq saçılar burada. Nə itirsən burada tapa bilərsən. Ürəkdən ağlayıb candan gülərsən. Gəncliyindən bağlanıb bu məbədə. Nənədir o? Üzə vurma, nə badə. Tapın görək, bəs bu kimdir uşaqlar? Anamı itirərkən mənə hayan sən oldun. Göz yaşımı silərək buludlar təki doldum. Dedin mənəm anam da, hər halına yanam da. Soyuq baxışlardan qəlbim donanda sənə üst tutmuşam, sənə müəllim. Bilirsiniz bu kimdir? Əminə müəllim. Borcluyum, Çok sağ olun. Yaxşı alqışlar. Bu gözəllik tərəfdarları var olsunlar. Çox sağ olun. Mən idman dərsinə girmədim. Forma gətirməmişdim. Nəsir müəllimin möhkəm qəzəbi tutdu mənə qarşı və mənim çantamı alıb idman zalında saxladı və dedi ki, mütləq valideynin gəlməsə o çantanı mən sənə verməyəcəyəm. Hər dəfə də xahiş edirdim, yalvardım Nəsir müəllim, anam gələ bilməz üzürlü səbəbə görə xahiş edirdim, mənim çantamı verin, mən dərslərimi hazırlaya bilmirəm axı. Deyirdi ki, yox verməyəcəm. Axır mən də məcbur oldum. Getdim böyük qardaşımın yoldaşını, təzə gətirmişdik, o da elə uşağa oxşayırdı. Gətirdim onu,
Rəsul mənim bu dəfə daha möhkəm qəzəbləndi. Dedi, əşim, al bu sənin Sultan yer şikət gelib kaldırıb onu gətirmişsən bura ki, bu da mənim valideynimdir. Çox sağ ol. Çox gözəl xatirə edik qızıl hərflərlə yazarıq dəftərimizə və əziz tamaşaçılarımız, siz təcrübələnməyin ki, burada 3 sıradır. Bizim məktəbimiz yaranan gündən 115 sayılı məktəb internasional məktəb olub. Yəni həm Azərbaycan sektoru, həm Rus sektoru və Sarverdi müəllimin köməyi ilə bir neçə ildir ki, İngilis təmayüllü siniflər də açılıbdır və bunlar cərgə ilə öz təbriklərini sizə çatdıracaqlar. Təbii ki, hər yerdə olduğu kimi ilk növbədə ana dilimizdə təbriklərə qulaq asaq bu gözəl balaların ifasında. Buyurun, kim başlayır? Hoş gelmişsiniz bu bayrama, merhem buyursunuz yarama. Bir anlığa uşaq olun, gül çəkdir, sağın, solun. Bu dəstəyə siz qoşulun. Baxaraq sizlərə fəxr edirik biz, bura yığılıbdır sərəflərimiz. Biz də sizin kimi qocalacağıq, vətən, el yolunda qocalacağıq. 30 yaş həyatın ən gözəl çağı, vaxtilə yemisən sən kere yağı. Tek soy yerləri görməyir gözü, bəlkə buna görə vurasan yüzü. Demeyin ki balacayam, size sadık kalacağım. Böyüklərdən çox bilirəm, 6 yaşlı birinciyəm. Не крутите старый глобус, не найдете вы на нем той страны особой, о которой мы поем. Наша старая планета вся изучена давно, но страна большая это вечно белое пятно. Вот в эту страну не идут поезда, нас маму впервые приводят за ручку сюда. В стране этой звонкой, веселой, встречать нас как новоселов. Страна это в сердце всегда. Школьные звонки запели птицы, а зоры светят словно маяки. Нам жизнь открыла новые страницы, сегодня мы ее ученики. Секреты все профессии открывая, мы учимся друг другу помогать. А значит, наша чувство трудовая для каждого окончится на 5. As I was walking down the street, a pretty girl I chanced to meet. Hi-yo, hi-yo, hi-yo. Licky Jinson, and away we go, away we go, away we go. Licky Jinson, and away we go. Hi-yo, hi-yo, hi-yo. Happy birthday to you, happy birthday to you. Hörmətli qonaqlar, indi isə Həsənova bacıları öz məharətlərini göstərəcəklər. Həsənova bacıları. Nefesi bu cimburda ay aynur. Haberim yok bütün bundan ay ayten. Gemilerde havalarda gemiler. Şimdi bizde sorunlarız ne olur. Ne olur burada, ne olur burada. Ne çeşildi, yok ne çeşildi. Sarı saklı, canında
pərdədən çıxmıyoruz. Ay, çok sağ olun, kifayətdir. Və təbii ki, əziz qonaqlarımız bizim bugünkü bu yubiley şənliyimizə gələnlər çoxdur maşallah, zalda olub, amma elə məzunlarımız var ki, onlar gələ bilməyiblər. Özdə sizin nəzərinizə çatdıraq ki, onlar nəinki bizim Azərbaycanımızda, o cümlədən Azərbaycanın hüdudlarından kənarda çalışırlar və bizi bu günləri unutmayıblar. O cümlədən Kazandan, Xarkovdan, Daşkənddən, İstanbuldan, Goranboydan, İstanbul Goranboy uyğun gəlir, Gəncədən, Trabzondan və sair şəhərlərdən bizim məzunlarımız bizə telegramlar göndəriblər. Sevdə xanım, buyurun, ötürəklər çox şazıq, vay maşallah, ürəyi doluymuş. Bu münasibətlə təbrik edirəm, hörmətlə şagirdiniz Rauf. Çox sağ olun. Şənal Qadışla, salamlar və nə? Ailəmdir, saqqızlardır, başa şükür. Və növbəti telegramdan oxuyuram, bu bizim sinifin ən arıq oğlanı yazıb. Doğma məktəb müəllimləri və məzunlar bayramımız... Özbəkistandan almışıq. Bu telegramı Özbəyov Səxavət bizə göndərib. Səxavət bizim də... olur, sən və şagird görəndə, ürəyim mənus olur, məsləhətin qiymətli, əziz sinif rəhbəri, xoş rəftarlı, hörmətli, əziz sinif rəhbəri. Çox sağ olun, təşəkkür edirik. Və bizim bugünkü görüşümüzdə gördüyünüz kimi biz özümüz çalışdıq ki, əsasən bütün iştirakçılar hələ ki məktəb kollektivi olsun. Amma hər halda bizim dəvət olunmuş qonaqlarımız da var. Bizim Binəqədi rayonu çox böyük bir rayondur. Bu Binəqədi rayonunda onlarla məktəb var və təbii ki, o məktəblərin ön sırasında həmişə 115 sayılı məktəb olubdur. Və bizim Binəqədi rayon icra hakimiyyəti nümayəndəsi, hörmətli Yaşar müəllim bizim bugünkü görüşümüzə təşrif buyurub. Gəlin onu dəvət edək, qulaq asaq. Buyurun Yaşar müəllim. Əziz qonaqlar, hörmətli, möhtərəm müəllimlər, İcazə verin, Binəqədi rayon icra hakimiyyətinin rəhbərliyi adından 115 sayılı məktəbin pedaqoji kollektivini, şagird kollektivini yubiley münasibəti ilə ürəkdən təbrik eləyək, müəllimlərə uzun can sağlığı, səbir diləyək, şagirdlərə isə müvəffəqiyyət arzulayıq. 115 sayılı məktəb öz yaşına görə gənclik dövrünü yaşayır. 30 yaş gəncliyin yetkinlik artıq yetişmiş bir dövrüdür və biz bu məktəbin kollektivinə bir qocaman kollektiv kimi onu salamlamağı arzulayırıq. Biz arzulayırıq ki, sizin 50 illik, 100 illik yubileyinizdə iştirak etsin gələcək nəsillər və bu məktəb öz adı ilə, sanı ilə həmişə rayonumuzun fəxri olsun. Məktəbin divarlarına, yəni məktəbin qapısından keçəndə hamımız belə bir ülvi hisslər keçiririk ki, öz uşaqlığımız, yeniyetmə çağlarımız yadımıza düşür. O dövrü bir an olsun belə yaşayırıq və həmişə də məktəb bizi xatirələrlə, xoş xatirələrlə salamlayır. Mən bir daha bu məktəbin pedaqoji kollektivinə, şagird kollektivinə müvəffəqiyyətlər arzulayıram, can sağlığı arzulayıram və mənə elə gəlir ki, Binəqədi rayonunda fəaliyyət göstərən məktəblərin ön sırasında gedən 115 sayılı məktəb həmişə öz bayrağını bu zirvədə saxlayacaq. Çox sağ olun. Bütün müəllimlərə hamı sağ olun. Bir nasıl gösterdik, hamısı eynidir. Temsilciler size umuduğunu kazanır. Hem de mezun. Yüzü o güzeller.
Elemedim sistemim lazım istedi. Her bayram alsın bunu. Hadi yapalım. Tebrik edeyim. Yolcularımız can sağ olsun. Mehmetova Mehin. Tebrik ederiz sizi. Şimdi diye ki bülbül üstüne kabul etmiyor. Birisi daha buçuktu. Leşkerin bir de Leyli Merdun'u var. Buyurun. Şahacı benim. Şahacı benim. Sen. Üsttekinin inşallah benim. Alttaki sizinkidir. Ben birisi öldüm. Çok sağ olun. Evet. Her rublaya. Yani. Tebrik ederim. Allah böyle gönderdim. Merdim Hanım, tebrik ederim. Kambaya ve Samaya. Tebrik ederim. Necdet Baba Emine. Tebrik ederim. Göğsün o sebeler. Yok, söyle. Bayramı tarafı. Eyvallah, tebrik ederim. Kendi bu yapıyorlar. Tebrik ederim. Geldiğim Aferin müellime. Zeynep Hanım. Buyurun. Səfiyə müəllimə. Əminə müəllimə. Qədim müəllim. Elman müəllim. Salmanov Elman. Sahip. Lidia Vasilyevna. Lidia Muhtarovna. Yelena Ivanovna. Burada değil. Fedor Zakirovich. Mehmet Müəllim. Tənziyə müəllimi. Burada yox deyəsən, sonra verərik. Cahangir müəllim, axıl doğru.
Çağlar müəllimi. Uşaqlar müəllimi, bu kez daha müəllimi. Sevda müəllimi. Bəlir müəllimi. Zeynəba. Seymur müəllim. Seymur müəllim, buyurun. Əbikəz müəllim. Gəlməyib. Seymur müəllim, sevə Samirə müəllimi. Eminim tamam olur, o da yubileydir. Bu münasibətlər bizim özümüz, bizim öz sinimizin şagirdləri, o vaxtın dilinə desə şagirdləri, indi isə yoldaşlar, müəllimlərimizə, bizə dərs deyən müəllimlərə özümüzün balaca bir hədiyəmizi hazırlamışıq. İndi isə onları sizə təqdim etmək istəyirəm. Birinci, deməli, hədiyyələr belədir ki, ikisi lap böyük hədiyyə deyək. O birisləri isə yaxşılıqsa yaxşı hədiyyədir. Hədiyyənin biri böyük, kiçiyi olmaz. İndi birinci hədiyyəni mən məktəbə təqdim etmək istəyirəm, Parverdi müəllimə. Bizim yubilyarlarına adından. İkinci böyük hədiyyəni isə... Parverdi müəllim, o saatı sinif dərsdə 45 dəqiqə oturur, amma bu 35 dəqiqədən sonra zəngi vurur. Buna görə ehtiyatlı olun, xahiş edirəm. İkinci bu böyük hədiyyəni mən bayaq qeyd elədim, hamımızın sevimlimiz, anamız, ağbirçəyimiz, sinif rəhbərimiz nəhayət Əmrə müəllimə təqdim eləmək istəyirəm. Alqışlayaq. Vidadi müəllim, Haşimov Vidadi müəllim. Çox sağ olun Vidadi müəllim. Yusuf müəllim, çox sağ olun sizə. Cahangir müəllim. Cahangir müəllim, siz birinci hədiyyəni qatılmış uşaqlarına. Başı çağırmış. Başı gəlmiş. Mən demişdim əvvəldən yaxşı bir böyük sefkalar gətirin gələndə. Cahangir müəllim aldı hədiyyəsi. Bir işi var ki ayrı durmuşlar. Sahib müəllim, o kadar okuturmuşsunuz ki mənə bax bu səhnədə. Orada yanıma gəldik, mən hamısını çöktürürdük mənə. Hep ansambl. Nəsib müəllim. Allah sizə insaf etsin ki, az başına uşaqları. Zeynəb müəllimə həmişə sizin köməkçiniz olur. Günəş müəllimə. Günəş müəllimə. Tərbiyəsiz saxlayaq söyləyək. Kamilla müəllimə. Məryəm müəllimə buradadırmı? Və nəhayət Səbrə müəllimə. Təbrik edirik hamınıza. Allah sizə can sağlığı versin. Həmişə sizin ağzınızda çox sağ olun. Zəhmət təbrik. Bir dəqiqə baxışın. En böyük hanımlar bir dəqiqə alın. Burada tam elə burada nəsə görünür, parlayır, tuzlanlı olacaq. Bu hədiyyələr üçdür. Bunların birini təqdim etmək istəyirəm Elmraz müəllimə. Buyurun Elmraz müəllim, bayram münasibətilə yubilərlər adından hədiyyənizi qəbul edin. Bu iki setdə isə bizim hörmətli zavuşlarındır. Zahid müəllim göllə gülür, birinci çatacaq ona zavuşlara ki. Amma şampan sizin təzişmin, konfet de var yanında. Təbrik edirəm. Hədiyyəni ver. Bu da Qədim müəllimin hədiyyəsi. Qədim müəllim, təbrik edirəm, bayramınız mübarək. Öyle olsun, direktör olasınız. Ama bizim məktəbdə yox, başqa məktəbdə. Bizim direktorumuz var. Çox sağ olun, hamınıza təşəkkür edirəm. İndi isə Can Azərbaycan mahnısına qulaq asaq. Onunla bitiririk də, Sevda, qeyd elə ki, Azərbaycan, torpağına qan demişəm, torpağına qan demişəm, suyuna mərdan, mərdan demişəm, suyuna mərdan, mərdan demişəm, canına qurban demişəm.
koğuşlarımız. Əlbəttə ki, nə qədər ağır da olsa belə gözəl çıxışlardan ayrılmaq bizim bugünkü gecəmizin rəsmi hissəsi. Tutarım, indi kimin dəvət gözden 30 qeyd edirik. Burada qeyd çoxdur. Mücahitlərindən biri kimi bu günləri bayramı olan 115 nömrəli doğma məktəbimizi bütün kollektivimizdən alma sonra unutmuşlar. Adını yazmanı mənə öyrədən ilk müəllimim heç vaxt çıxdı yanımdan. O biraz qaraqabaq, həm də zəhmli. Onu görəndə biraz qaraqıb qaçıb izlənməyə. Anadan, atadan, bəzən o doğma əziz gələrdi bizə.
birliyimiz haqqında nəhayət bir sinifon kimi ürək sözlərinizi deyəsiniz. Buyurun, bir əl çalın, ürəyə gedir. Çox sağ olun, Ferdi. Əziz qonaqlar, əziz müəllimlərimiz, əziz veteran müəllimlərimiz, əziz musiqi xadimlərimiz, hamınız bu məclisə xoş gəlmişsiniz. Hamınızı ürəkdən bu bayram münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Mən bu günləri çox sevinirəm, həyecandan heç bilmirəm, hardan başlayıb, hardan qutarım. Ən çox sevdiyim müəllimlərimi görürəm. Təsəvvür edin ki, 30 il bundan qabaq mən bu məktəbə birinci sinifə gəlmişəm. Tale ilə gətirib gəlib ki, 30 il bundan qabaq mən birinci sinifə şagird kimi gəlmişdim. İndi isə 95-ci ildə mən bu məktəbə müəllim kimi gəlmişəm. Özümü çox xoşbəxt hiss edirəm, ona görə ki, bugün mənim üçün 2 qat bayramdır. Yenə deyirəm, əziz müəllimlərimi, sevdiyim, ən çox sevdiyim müəllimlərimi bu günləri demək olar ki, 20 ildən sonra görürəm onları və onlara can sağlığı arzu edirəm. Başda binadi müəllim olmaq şərti ilə Əminə müəllimi, Cahangir müəllimi. Cahangir müəllim deyəndə mütləq onun leylisini də nəzərdə alıram ki, çünki Cahangiri Nüşabəni də Cahangirsiz təsəvvür edə bilmərik. Bu günləri onları çox dedilər. Deyəsən gözə gələnləri Allah onlara can sağlığı versin. Bir də onu demək istəyirəm ki, bu günləri özümüzə baxıram, deyəsən biz qocalmışıq. Amma bizə dərs deyən müəllimlər, maşallah, hamısı elə cavandılar, hamısı elə gözəldilər. Arzu edirəm ki, həmişə belə gözəl qalsınlar, həmişə belə təravətli olsunlar.